Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Bugün yüngülvarı belə bir bazarlıq göstərmək istəyirəm sizə. Oranın yəni ünvanını deməyə görə. Bu paraşok mənim yoldaşım bunu İrandan alıb. Bu paraşokdan orada onun reklamı var idi, amma deyir ki qutarıbdır. Qiyməti 5 manat 50 qəpikdir. Amma mənim yoldaşım onu İrandan buradaki qiymətdən baha alıb. Çünkü o mağazinin yerini deyim sizə, böyük bir marketdir. Happy Story'dir adı. Novxanı yolundan Sumqayıt Binəqədi Novxanı yolundan Sumqayıta dönən yolla yox, Masazır gölündən üzü Saray qəsəbəsinə sarı gedən bir yoldur. Yolun sağ tərəfində təzə açılmış, biraz ondan azca qabağa gedəndə Saray qəsəbəsinə giririk də bu tərəfdən. Biri var ki şəhər tərəfdən Saray, bir də var ki Novxanı yolundan. Happy Story'dir marketin adı. Mən Qudamgilə gedirdik, onlar Sarayda qalırlar. Elə yol üstü, elə hər dəfə mən gedəndə ora bağlı olurdu. Bu dəfə açıq oldu, elə yüngülvarı, elə belə bir-iki dənə şey aldım ki, həm qiymətləri görüm, həm də ki elə təmizləyici vasitələr hər bir evdə hamının yaralı yeridir. Elə hamı təmizləyici vasitə birinci dərəcəlidir. Şərtdir ki, yəni olsun. Marketin adı Happy Story'dir. Saat 11'e kadar işləyir. Bu paraşokdan orada olub deyir qalmır. 5 manat 50 qəpik düşük oyluqdur. Amma mənim yoldaşım bunu İrandan buradaki qiymətdən baha alıbdır. Orada da bunun beləsi var idi, belə. Tam bir kiloyluqdur, belə karılkada. Bunu verdilər 2 manat 9 qəpiyə. Bir dənəsi 1 kiloyluq, bir dənəsi 2 manat 9 qəpiyə. Bu belə oldu. Bax bu duru sabunlar da 5-4 dənəlidir. 1 manat neçə qəpikdir. Haradasa 20 neçə qəpiyə düşür. 25 1 manat olanda 25 qəpik 1 manat. Bilmirəm qəpik neçə qəpiksə üstündə vardı. 26-27 qəpiyə zaten belə düşür bir dənə dənəsi. Yəni paçka 1 manat neçə qəpiyədir. 4 dənəli. Nə qədər çox olsa təmizləyici vasitə o qədər də yaxşıdır. Elə belə bir-iki şey aldım ki, həm qiymətləri öyrənim, həm də dedim elə qoy çəkeyim. Bu paraşokdan var. Sonra bu kraskalar bilirlər ki, mən hər dəqiqə markete gedəndə öyrən balaca nəvəmə görə. Buralardan mağazindən alırdıq. 6 manat neçə qəpiyə, yoxsa bilmirəm 5 manat neçə qəpiyə yadımdan çıxıb. Bunu 3 manat neçə qəpiyə aldıq. Gör nə qədər fərq eləyir qiymətləri. Ondan sonra bax bu şampun qab şampunudur. Bunu deyib burada üstündə də var. 2 manat 81 qəpik bunu oradan aldıq. Amma mən bunu o birisi 5 litriyi buradan Almarketdən 4 manat neçə qəpiyə almışdım. 5 manata yaxın. İndi görün nə qədər fərq eləyir ora. Çünki tək belə təmizləyici vasitəsində mən bunları almışam deyim, bunları çəkirəm. Hər bir şey var. Qiymətlər mənim gəlinim bir-iki dəfə mənsiz gedib, deyir ki, xala sən oraya girsən çox qiymətlər çox yaxşıdır da. Yəni bu marketlərə baxanda çox sərfəlidir. Orada da yazırlar ki, sədərəyi evinizə gətirdik. Yəni elan verirlər elə. Sədərəkdən indi gedib düzdür almaq da olur. Amma bu marketdə hər bir şey var. Təmizləyici vasitələrdən tutduğum ev əşyalarına qədər qab-qacaq, süfrələr, plyonkalar, nə bilim evdə işlədiləcək təmizləyici pol silənlər, mətbəxdə işlənən dəsmallar, ərzaqlar, konfetlər, hər bir şey böyük bir marketdir. Qiymətlər də çox sərfəlidir. Mən prosto aldıqlarım bu iki dənə şeydir. Onu da istədim ki, bölüşəm sizlə ki, yəni bilən bəlkə bilir, bilməyənə də qoy deyək ki, belə ucuz yerdən girsinlər, yararlansınlar. Happy Story marketin adı. Deməli, Binəqədidən Novxanı yolundan gedəndə, Sumqayıta gedən yolla dönən yox, Masazır gölünə yaxın gedirik. Masazır gölündən azca qabağa Saraya girən yolla. Yolun sağında böyük bir marketdir. Saat 11 tamama qədər işləyir axşam. 11-dən sonra yəni gec olsa
11'dən də biraz qabaq içəridəkiləri çölə çıxardana qədər çöldəkiləri içəri buraxmaq yoxdur. Deyirlər düzü bağlıdır. İçəridəkiləri gözləyirlər ki, tamamlansın çölə çıxmağa görə. Yəni kim ağlı kəsdisə, ürəyinə yatdısa, məncə yolunuzu salıb oradan alış-veriş eləməyinizə dəyər. Allah hər bir ev eşiyə çoxlu bol rüzü bərəkət yetirsin. Göz haqqınızı da halal eləyin. Yenidən görüşmək ümidi ilə sağ olun, sağlıqla qalın.